Burada bunlar nə qarı? Olsa nəsə tükürlər, bax hörgü hörürlər. Hə, yaşayırlar, orada yaşayır. Yaşamır, hörgü hörürlər. Nə ölçüsü? Nə bilim, maşınlar da var, gelip gəlirlər. Qaraqayın altındadır. Sanatoriyanın həyətində. Hə, belə işlər. Qaqa, sizə mən bir söhbət eləyim. Bir dəfə, Allah bütün ölənlərə rəhmət eləsin. Bu xaloğlu gəlmişəm bura, nənəmgilə. Bax, bu həyətə. Gəlmişəm, bax, bu xaloğlu, bax, bu. Bu xaloğlu mənə dedi ki, gedək kinoya. Nəysə, getdik, bu Qurtlarda uçuq ev vardı, orada video verirdilər. Hə. Girdik orada videoya baxdıq. Dedi ki, gəl birinə də baxaq. Nəysə saat, mən də əmanətəm də, nənəm də Allah hamının ölənlərinə rəhmət eləsin. Hə, nənəm də yazıq deyir ki, əmanət uşaqdır da. Gəldik, saat 12:01 gəlmişik, bax bu qapının ağzından. Bax bu maşennik xalam oğluna dedim ki, mənlik deyil. Buradan baxdıq ki, nənəm yazıq burada oturub, əlində bir dəyənək var. Bizi gözləyir. Bu qaçdı. Qaçdı, məni tutdu. Nə qədər döydü. Yaxşı da elə deyil, döydü. Gedib Qurtlarda kinoya baxırsan. Nəsən? Hə, bax elə maraqlı bir epizodlarımız olub bu məhəllədə. İndi də 32 ildən sonra gəlmişik burada. Yüngülvari bir süfrə açmışıq. Xaloğludur, dostumuzdur. Hə. Fotosesiya. Hə, qəşəng. Burada Hə, keçən günlərdə danışıb